Yedikcə dadından doymayacağınız, 100% təbii tikədən, yarpaq dönər verən, hər qəpiyinə də layiq olan məkanlardan biri də məhz Bitondur. Menyuları o qədər çeşidbəçeşiddir ki, bir neçə yeməklərindən sifariş etdik. Həm Adana, həm Urfa kabab sifariş etdik. Yanında düyü, tərəvəzlərlə servis edilmişdi. Hər ikisinin dadına söz yox, amma mən acılı bəyəndiyim üçün Adana lap ürəyimcə oldu. Çox fərqli ədviyyatlardan istifadə etmişdilər, mükəmməl idi. Hələ Adananı üst səviyyəyə çıxardıb Adana beyti də eləmişdilər. Çox dadlı idi, dəhşət bir şeydi. Getsəniz rulet kimi bükülmüş bu ət yeməyini də sizə tövsiyə edə bilərəm. Çox bəyənildi. Buranın ümumiyyətlə ətləri möhtəşəmdir. Yəni inanmıram ki, kimsə buranı bəyənməyə. Ciyər və quyruq isə mənim ən sevdiklərimdəndir, xüsusilə də quyruq. Dönərlərdən isə sizə şiddətlə puf dönəri tövsiyə edə bilərəm. Çörək qədər qalın deyil, lavaş qədər nazik deyil. Bir sözlə tam qədərində çox dadlı dönərdir. Bir də Bakıda ilk dəfə simit katmeri burada sınadıq. Normalda həmişə katmer sınıyırdıq. Çox dadlı bir şeydir. Yedikdən sonra bundan da sınamağı sizə tövsiyə edə bilərəm. Bir sözlə bura mənim çox sevdiyim yerlərdən biridir. Ətlərinin keyfiyyətinə, dadına söz ola bilməz. Ət ilə yağ balansı da çox xoşuma gəlir. Tam mənim ağız dadıma uyğundur. Qətiyyən quru ət deyil. Aşağıda səhifələrini qeyd edəcəm.